Doğrudan bunun səbəbi nədir səncə? Niyə məhz filan kəs gedib istədiyi yerdə təhsil alır, istədiyi həyatı yaşayır, amma səndə belə olmur, bunun tam əksi olur. Düşünmüsən heç bunun səbəbini? Məncə çox düşünmüsən. Hətta Instagramda çoxlu reelslər, postlar yaddaşa vermisən, sonra kitablar oxumusan. Amma ki, səbəbi hələ də sənə aydın olmuyor. Bax, düşün, nə qədər özünü inkişaf elətdirirsən, elətdir. İstəyirsən, nə bilim, nə edirsən et, ağlına gətirə biləcəyin, nə edirsən et. Sən əgər özünə inanmasan, özünü sevməsən, heç bir yerə gedib çıxa bilməyəcəksən. Hər zaman bilsən necə, ay onun xoşuna necə gələ bilərəm, ay bunun xoşuna necə gələ bilərəm. Bax, eləcə də yaşayacaqsan. Ancaq düşün, özünün sevmək nə gözəl bir şeydir. Tam özün olursan, tam rahat, hər bir yerdə fərqi yoxdur. Uşaqlıqda biz belə olmuşuq əslində. Bizim problemimiz sonradan yaranıb. Biz güzgüdə heç vaxt özümüzə baxıb deməmişik, sən nə çirkinsən, sən niyə beləsən və yaxud da heç belə şeylər olmuyor. Bunlar hamısı böyüdükcə təəssüf ki, cəmiyyətin bizə kodladığı ay bu belə olar, ay bu elə olar, bunlardır. Amma mən istəmirəm ki, sən bunların təsirində qalasan. Çünki artıq sən uşaq deyilsən. Gözəl insan. Həyatının 1/3 gedib. Həyat çox qısadır. Heç bir şey üçün dəyməz. Heç bir kəs üçün özünü dəyişmə. Olduğun kimi qəbul elə. Olduğun kimi qəbul eləmək nə deməkdir? Təbii ki, heç bir progres yoxdursa demirəm ki, sənə elə qəbul, o demək deyil. Olduğun kimi sev, o deməkdir ki, daxilində sənin özüm dediyin, bunu biraz çətinlik çəkirəm izah eləməkdə. Bu ingilislərdə gut feeling deyilən bir anlayış var. Daxilində mən özün deyirəm də ona, özün. Hansı ki, çox içdən gələn bir şeydir, onun səsini eşidirsən, onun səsi səni yanıltmır. Özəl bir hissdir. O hissləri, nə bilim, biz o hisslərlə bağlı gözəl xatirələrimiz var. Üşüdüm deyəsən. O hisslərlə bağlı gözəl xatirələrimiz var. Tam var olduğumuzu hiss eləmişik, deyirik, o an kaş bir də gələrdi. O an sənin tam özün olduğun, özün olmaqdan utanmadığın anlardır. Ona görə sən birinci bunu anlamalısan. Bax, o insanlar var ha. O insanlar özlərinə inanır. Bax, baxırsan, qəribə video çəkir, nə bilim, adi bir şey eləyir, o insan ya viral olur, ya nə bilim, sevilir, diqqət görür. Tək səbəbi odur. Başqa heç bir fərqi yoxdur. O insan sadəcə özünə inanır. O insan sənin qədər başqalarını vecinə almır. Məsələ bu da əzizim. Ona görə sən özünə inanmalısan. İndi deyəcəksən ki, mən filan yerdə işləyirəm, neçə saatlarla işləyirəm, canım sıxılır, məcburam bu işdə qalmağa. Heç bir şeyə məcbur deyilsən. Öncəliklə bir şey sənə deyim ki, ən böyük problem insanlarda nə isə çox tez eləməkdir. Bax, mən bu dili öyrənməzdən öncə, Alman dilini öyrənməzdən öncə, eləcə də ingilis dilində. Alman dilində daha rahat oldu, çünki artıq bir dili öyrənmişdim. Bu dili öyrənmək mənim üçün istər-istəməz daha rahat olur. Amma tam sərbəst şəkildə özümə güvənirdim ki, mən bunu eləyərəm. Həmin o öz deyirəm ha. O daxilində kim olmaq istəyirsənsə, o şəxs olmalısan. O olmadıqca səni rahat buraxmayacaq. Bax, ona görə də sən xoşbəxt deyilsən, ona görə də için narahat olur, ürəyin sıxılır. Bu hər birimizdə fərqlidir. Bax, tutaq ki, mənim ağlımda ideal bir versiya var. Harda ki, mənim, nə bilim, fiziki olaraq bədənim, bir bədən quruluşu var. Özümü elə görmək, yəni ağlıma gətirəndə çox belə xoş hisslər gəlir mənə. Deyirəm ki, elə olsam əla olar. Səyahət eləməyi çox sevirəm. İndi Almaniyadayım, hal-hazırda Avstriyada olmuşam və artıq yavaş-yavaş ağlımda ideyalar var, hansı ölkələrə gedə bilərəm. Bunları düşündükcə mən xoşbəxt oluram. Çünki bunlar o sənə dediyim daxil var ha, daxildən gələn o öz var ha, oradan gəlir. Mən həqiqətən xoşbəxt oluram bu barədə düşünəndə. Bu səndə də var, bu hər birimizdə var. Və sən onları görməzdən gəldikcə, sən ona görə narahat olursan. Bunları görməzdən gəlməməlisən. Öncəliklə birinci əngəlləri tapmalısan. Mənim çox sevdiyim kitab var, adı Atomik Vərdişlər. O kitabda deyir ki, sən pis vərdişləri yaxşılarla əvəz eləməlisən. Yəni biz həm pis, həm yaxşını saxlaya bilmərik. Pisin fərqində olmalıyıq. Onu yaxşı ilə əvəz eləməliyik. Ona görə də sən, bu çox asan olur əslində. Yəni birinci gəl pis xüsusiyyətlərini yaz. Bax, yuxudan oyanırsan.
Nə edirsən? Hansı ki yuxudan oyandığın vaxtlar qızıl vaxtlardır. Nə edirsən et? Əgər scroll edirsənsə, sənə deyim ki, bildiğin bir şeydir. Əslində çox səhv edirsən. Çünki beynimizin ilk oyandığı o saatlar var, xüsusən o 1-2 saat. O qədər beyin hər şeyi qavraya bilir. Yəni düşün, nəsə öyrənmək istəsən o saatlarda öyrən. Yatmazdan öncə də həmçinin, yəni artıq o yuxuya gedən vaxtlar. Ancaq belə tam xəyalına xidmət eləyən şeylər eləməlisən. Yəni sən o vərdişləri edib başqa bir dəyişim gözləyə bilməzsən. Və sənin elə bir haqqında olmamalıdır, təəssüf ki, deyəsən ki, onda niyə alınır? Və sənə bir şey deyim. Ay nə bilim, əziyyət çəkməlisən, ölməlisən deyə bir dünya yoxdur. Vallahi mən ölmədim. Mən 1 ilə dil öyrəndim, 11-12 ay. Hətta arada belə fasilə də oldu. Ölmədim, yəni işdə sevərək bilirdim ki, yəni mən bunu eləmək istəyirəm, bu ölkəyə getmək istəyirəm, mənə nə lazımdır. Özüm üçün istəyirəm. Bu çox önəmlidir. Bir şeyi özün üçün və həqiqətən istəməlisən. Yəni yalana yer yoxdur. Yalana yer yoxdur. Çünki özünə yalan danışsan nə faydası var ki, nə dəyişəcək? Kim olmaq istəyirsənsə, ola bilərsən. Sözün əsl mənasında. Müğənnim olmaq istəyirsən, ola bilərsən. O səsi olmayan müğənniləri demirəm. İndi deyəcəksən ki, tutaq ki, mənim səsim yoxdur. Ed Sheeran'ın o videosunu description neydi? İngilisli sözlər mənim dilimə başıma belə olacaq. Ed Sheeran'ın videosunu qoyacağım. Harda ki, o danışır necə o öz səsini inkişaf elətdirib. Mən ümumiyyətlə düşünürdüm ki, o insanın səsi elə o vaxtdan çox mükəmməldir, uşaqlığından. Sən demək yox. İstedad əslində praktika ilə də ola bilir. Yəni sən, bəli, uğurlu da ola bilərsən, uşaqlıqdan səsin çox gözəl ola bilər, amma sən sonradan da bunu öyrənə bilərsən. Yəni sənin heç bir bəhanən olmamalıdır. Sadəcə sənin vaxta ehtiyacın var. Necə ki, mən qərar verdim, öz işimdən çıxdım, hava yolundan çıxdım. Dedim ki, yox, mən otel menecmenti üzrə irəliləmək istəyirəm. Bunun üçün mən ya restoranda, ya oteldə işləməliyəm. Ona görə getdim, yaxşı, bəyəndiyim bir restoranda. Resepsiyonda işlədim, qonaqları qarşıladım, rezervlər götürdüm. Nə bilim, müxtəlif səfirlikləri qarşılama şansına sahib oldum. Alman səfirliyini elə özüm 2 dəfə qarşılamışdım. Yəni, tam stratejik bir şəkildə yanaşmışdım. Dedim ki, mən bu işdə işləsəm, mən rahatlıqla deməyə, yəni indi azdan çoxdan vaxt ayıra biləcəm. Biri var ki, Türkiyə Hava Yolunda İngilis dilində, nə bilim, 8 saat danışasan, ancaq hər şey İngilis dilində olsun və beyin çox yorulsun, çünki zehni cəhətdən fokuslanırsan. Biri də var ki, rezervasiyadır, yəni o dərəcədə yorucu bir iş deyil və bu mənim rahatlaşdırdı tam. Azdan çoxdan məşğul olurdum, inandırım səni elə olurdu ki, gedirdim telefonu götürürdüm, VC-də yəni videonu yüklürdüm, VC-də internet tutmurdu, mən gedib orada qulaq asdırdım videoya 2-3 dəfə ki, nəsə öyrənə bilim, vaxtım boş keçməsin. Yəni istəsək biz nələrisə edə bilərik. Müdiriyyətim sağ olsun, bəzən heç nə demirdilər, yəni məşğul ola bilirdim. Gizli-gizli də olsa belə aşağıdan ya dəftər götürüb yazırdım. Amma o qədər də rahat ola bilmirdin təbii ki, çünki işin öz məsuliyyəti var. Və sənə bir şey deyim. Deyəcəksən ki, mən hal-hazırda sevmədiyim işdəyəm. Bax əzim, mən restoranda işləyəndə, tək restoranda da yox, elə o biri işlərdə də işləyəndə, sən məni görsən deyərdin ki, bu qız bu iş üçün yaradılıb. Necə sevir işini. Yəni, həmişə mənə bunu deyirdilər. İşlədiyim restoran çox belə prestijli restoran idi. Yəni, dediyim kimi də səfirliklər gəlirdi. Həm iş toplantıları olurdu, həm toy olurdu, hər şey olurdu. Prezident belə, yəni düşün, 2-3 aydan bir, ya bilmirəm, fasilələrlə olurdu, gəlirdi. Müdiriyyət anketlər yazdırırdı və oradan yeməklərin dadı, ümumi atmosferi belə suallar verdim. Həmişə mən xanımlar belə suallar verirlərdi ki, həmişə xanımlar adətən deyirlər ki, siz niyə bu qədər belə şirinsiniz, niyə bu qədər qəşəngsiniz, niyə bu qədər mehribansınız, belə elə. Və mən o işdə sənə bir şey deyim, yəni o iş üçün mənim ürəyim getmirdi, bunu izləyən müdiriyyətə. Allah, mən nə danışıram. Mən bu iş üçün yəni ürəyim getmirdi. Sadəcə ağlımda mən bir şeyi yerləşdirmişəm. Sevmədiyin bir yerdə qalmamalısan. Qalırsansa bu sənin günahındır.
Onlar məcbur deyirlər ki, sənin o zəhlə tökən sifətini çəksinlər. Özümə bunu demişdim. Sevmirsən, sevəcəyin bir işə girir. Yəni, tutaq ki, mənim bu şəraitdə başqa bir alternativim yox idi. Yəni, müdiriyyət yaxşı idi, işini görürsənsə zaten sən heç kəsin işi olmur. Amma sən işini görmürsənsə və deyirsən ki, yox, nə bilim, bunu eləməliyəm, onu eləməliyəm, çoxdur iş, belə eləm. Əgər bacarmırsansa çıxmalısan. Çünki bu sənin özünə çox ziyandır. Sənin enerjin gedir. İstər-istəməz orada konflikt yaranır. Sən nəsə öyrənə bilmirsən, nəsə bir inkişaf olmursan da. Onlara da ziyan vurursan. Ona görə hər birimiz düşünürəm ki, sevdiyimiz yerlərdə qalmalıyıq. Sevdiyimiz iş yerlərində çalışmalıyıq. Mən inanıram ki, sən də istəməzsən ki, sənin bir obyektin olsun, sən sevərək oranı yaratmısan, qurmusan. Orada kimsə gəlsin, qaşını, gözünü bizə işləsin. Göz bilmirəm daha necə büzülürsə. Hə. Ona görə əzizim, necə ki mən belə plan quraraq özümə bir yol açdım, sən daha yaxşısını edə bilərsən, sən eynisini edə bilərsən. Yəni, necə düşünürsənsə elə anla. Bəhanələrə yer yoxdur. Və bu proses həqiqətən çox gözəldir. Belə deyəcəksən, çox çətin görünür, belə elə, bilmirəm necə sənə təəssürat bağışlayıram, amma elə deyil. Hər şeydən öncə yoxlamalı olduğun tək şey özünü sevməkdir. Təəssüf ki, biz egomuzu bəzən sevgi kimi anlayırıq. Özümüzü bəzi situasiyalarda, necə deyək, güya müdafiə edirik. Mən beləyəm, mən eləyəm. Amma əslində özümüz də bilirik ki, əslində nəyik, hansı leveldayıq. Ona görə özünü aldatma. Egonu öz sevgini əvəz elə. O sənə az öncə dediyim o daxil var ha. Daxil var nədir? O iç səsi var ha, harda ki sənə davamlı deyir. Bunu elə, bu yaxşıdır. Belə eləsən xoşbəxt olacaqsan. Bax, o səsi dinlə və öncə tap gör sən nələri sevmirsən və sonra nələri sevirsən. Çünki nələri sevirsən də sanki beyin bloklanır. Amma sevmədiklərimizi çıxdıqca artıq sevdiklərimizə yer qalacaq. Belə. Videolarım o biri videoda, bu videoda spontandır. Ona görə daha bilmirəm, axıdan arı səsi düşdüsə, özüm nələrsə qarışıq dedimsə, üzrlü sayım. Ümid edirəm ki, sənə nəsə qata bildim. Dediyim kimi, mənim üçün önəmli olan, necə ki mənə işıq olublar, mən də işıq olmaq istəyirəm və düşünürəm ki, biz ancaq bu şəkildə gözəl bir dünya yarada bilərik. Və necə ki, çox şey pisə doğru gedə bilir. Bugün mən, sabah sən dəyişərək onun əksini dedirtdirə bilərik. Biz nə qədər xoşbəxt olsaq, ətrafımızdakı insanlar da o qədər xoşbəxt ola bilərlər. Çünki dediyim kimi, xoşbəxt olmayan insanlar bugün cinayət törədirlər, uğurluq edirlər, həyatımıza bir şəkildə mane olurlar, bir şəkildə dünyanı çirkləndirirlər. Ona görə də biz bir yerdən başlamalıyıq. Düşün, mən bugün zinciri qırdım. Mən özümə güvəndim, öz həyatımı dəyişdim, xəyalımdakı həyatı yaşamağı seçdim və müəyyən bir yerə gəlib çıxdım. Və bundan sonra mənim övladlarım, övladlarımın övladları və bu şəkildə sağlıqlı bir nəsil yetişəcək. Eyni şəkildə də səndə. Həyatda doğrudan da çox sevdiyim bir kitabda dediyi kimi, özün olmamaq qədər dəlilik bir şey yoxdur, amma ən çox rastlanan halda budur. Belə. Dalmalarımı gərək editləyim. Çünki istər-istəməz gözəlliyin təsirində olur. Belə əzizim, izlədiyin üçün təşəkkür edirəm. Spota baxır. Belə. Çox sağ ol izlədiyin üçün. Özünə yaxşı bax. Gəl sənə ətrafı göstərim.
Belə bir gözəl dünyada yaşayırıq və dəyərini bilmirik.